Balakəndə yanğın olub. Yanğın Qullar kənd sakini Ruhəngiz Xəlilovanın həyətində xurma qurutmaq üçün tikdiyi sexdə baş verib. Ailənin soyaraq quruması üçün astığı 2 tondan çox xurma və ümumi sayısı 35 kvadrat metr olan tikili tamamilə yanıb. Ev sahiblərinin verdiyi məlumata görə yanğın gecə saat 2-3 radələrində qurutmaxanada kustar usulla quraşdırdıqları sobanı yandırdıqdan sonra baş verib. Alov ani olaraq bütün sexi bürüyüb. Gecə 2 olardı, 3-ə işləmiş olardı. Elə ocağı qalayıb üstə çıxdıq. Mən də bu qız xəstədir, bunun yanında qalırdım. Bir də eşyəsən şifrin səsi gəldi. Səsi gələndə çıxdıq, baxdıq o uşaqlarla neyli. Buna dedim, ay qız, nə səsdir bu? Bir də gördük ki, arxıltı ilə yanır. Ay bala, pajarniyə zəng, ay bala, pajarniyə elədik zəng. Sağ olsunlar, gəldilər pajarniyə əməkdaşlar. 2 maşın su. Nə olsun, yanıb qutardı, qaralmaya bilmədi də, qaralda bilmədi. Vaxtında çata bilmədilər. İndi çata bilmədi deyəndə biz də quruduq da bir saniyədə olan şey oldu. Meyvə var idi, 2 tondan yuxarıda asılan var idi. Bütün bu quru xurma 2 böyründən hərəmə asılmışdı. Oradan götürəni asıb 2-3 ton mal var idi. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, yaxınlıqdakı talabar və ev yanğından mühafizə olunub. Cabir Məmmədov, İlkin Akifoğlu, Səs TV, Balakən.